Sizə şok olacağınız qiymətə bir dənə gözəl qaymaq bir variantla gəlmişəm. Bir həyətdə 2 ev. Bir çox müştərilərimiz zəng vururdu. Bir həyətdə 2 ev. Bax sizə həmin evlə gəlmişəm. Eyni damın altındadır. Yəni hal-hazırda burada 2 yaxın qohum yaşadığı üçün eyni damın altındadır. Bu şəkildə də satılır. İstəyir alan adam 1 nəfər alsın, istəyir 2 nəfər alsın. 3 otaq buradadır, 3 otaq orada yaşayışdı. 4 sotun içində 2 ev, ümumi 6 otaqlı həyət evi ilə gəlmişik. Həyəti girişi budur. Darvaza qoyulub, maşın rahat şəkildə girə bilir. Yeri istəşq olunub. Hər iki ev kürsülü də şəxsi özünə tikilidir. Bir dənə hər şeyi ayrıdır, sayğaclardan tutmuş kombisinə kimi. Bir dənə bir olan bilsin nədir? Bu sanitar qovşağı sanuzeli. Digərinin yeri var, sadəcə için düzəlməyibdir. Ayrıca sanitar qovşağı, sanuzeli, bütün aksesuarlar var. Bu evə aiddir. Ofis evinkindən indi göstərəcəm, ətrafda izah edəcəm. Kombisi, qazı, suyu, işığı, sayğacları hər bir şey ayrıdır. Yəni bu evdə iki hərəsində yaşayacaq insanlar qaz, su, işıq pulu ayrı-ayrıdır. Padvalına girişi var. Qiymətini səbirli olun, axırda deyəcəm. İnanın, həqiqətən şok olacağınız qiymətə. Qapı nə ilişdirdi? Qapını bağlamışdı uşaq ona görə. Evdə ev əhalisi evin içərisindədir. Ona görə təəssüf ki, onları narahat eləyərək biz çəkilişimizi eləyirik. Evin qiymətini desək, bax o qiymətə 2 yerə bölsək, çünki bir həyətdə 2 evdir. İnanın mənə 2 otaqlının qiyməti deyil, həqiqətən. Geniş qonaq otağı, buradan yataq otağına keçiddir. Təkrar eləyirəm, ev Savalanda yerləşir. Marşrut yoluna 139 nömrəli marşrut xəttinə tam yaxın məsafədədir. Hansı ki o 139 nömrəli marşrut birbaşa Koroğluna işləyir, bax bu bustur. Ora piyada çıxa biləcəyiniz məsafədə. Mətbəxidir, mətbəx, qazdır, aspiratordur, moykasıdır, hamısı qalacaq. Və yataq otağı, yuxarısı apşifka olunubdur. Kombisi, radiatoru, bax hal-hazırda istidir radiator. Qazı, suyu, işığı dediyim kimi hamısı ayrı-ayrılıqda. Keçdik, ofis evi göstərək. Digər evlə tanış olmağa. Ya bu evin sanitar qovşağı sanuzelini göstərəcəm ilk növbədə. Açıq, qabağı balkondur. Həyət ümumi istəşq olunubdur. Yəni təkrar eləyirəm. Bu evin kombisi də ayrıdır, isti su üçün piçimiskası ayrıdır. Burada əl yumaq üçün rakina qoyulub. Bura sanitar qovşağı sanuzel üçün yer nəzərdə tutulub. Qışız da havalı yerdir. Və keçdik, bu evin içərisini göstərəcəm. Qabağı və açıq bir setka. Buranın yayda otur, samavarı orada qaynat. Bəh, bəh, bəh. Geniş qonaq otağı, qonaq otağının yuxarısı qəşəng dekorasiya olunub. Sadəcə proyekt fərqi var. Nədir? O birisini gördüyünüzdə bir yataq otağı qonaq otağındandır. Amma burada 2 yataq otağı birbaşa qonaq otağına açılır. Digər yataq otağı və solda da mətbəxidir. Burada bir dənə də fərqli bir tərəfidir ki, mətbəxi istipoldur. Orada da yenə qaz, aspirator, üstü də mərmər dostum, moyka ayrı deyil. Hamısı da qalacaq. Qiyməti 78.000 manata. Yarı-yarı böl 37.000. 37.000 3 otaq. 2 sotda, 4 sotda da yarı-yarı bölsək. 2 sotda ev varmı? Təbii ki, yoxdur. Amma mən sizə birbaşa bir həyətdə 2 evlə gəlmişəm. Endirimdə mütləq şəkildə real müştəri olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.